Panik atakdan çıxmaq üçün sadəcə bir texnika kifayət deyil. Bu səthi problem deyil. Bu kompleks bir prosesdir. Və əgər sən yalnız simptomlarla işləyirsənsə, sən illərlə eyni yerdə qala bilərsən. Mənim kursum nədən ibarətdir? İlk mərhələdə sən öyrənirsən qorxu və təşvişə necə münasibət göstərmək, gün rejimini necə qurmaq, vəziyyəti daha da ağırlaşdırmamaq üçün vacib olan əsas prinsipləri, sonra isə ən vacib mərhələlərdən biri gəlir. Mən sənə öyrədirəm bədəndəki xoşagəlməz hisslərdən qorxmamağı, çünki insan bədəndə nəsə hiss edir, ürək döyünür, nəfəs dəyişir və dərhal düşünür. Bu infarktdır, bu insultdur, bu təhlükəli xəstəlikdir və məhz bu düşüncələr qorxunu daha da artırır. Problem bədəndə deyil. Problem sənin bu hisslərə verdiyin reaksiyadadır. Daha sonra insanın həyat keyfiyyətini aşağı salan və daim stressə, gərginliyə, həyəcan vəziyyətinə gətirən zehni vərdişlərlə işləyirik. Məhz bu vərdişlər əksər hallarda panik atakla nəticələnir. Onlardan çıxanda sən artıq boş yerə stressə girmirsən, enerjini itirmirsən və istənilən vəziyyətdə sakit qala bilirsən. Bundan sonra isə daha incə səviyyəyə keçirik. Hisslər, fikirlər, emosiyalar və zehni hallar. Çünki panik atak yaşayan insanlar daim fikirlər içində yaşayır və o fikirlərə inanır və məhz buna görə qorxu və təşviş yaşayır. Mən sənə öyrədirəm fikrə inanmamağı, indiki anda qalmağı, reallıqla təmasda olmağı. Və kursun sonunda biz reallığın təbiətindən danışırıq və həyatla münasibətini dəyişirik. Bu kursdan sonra sən təkcə panik ataklardan çıxmırsan, sən dəyişirsən, həyata baxışın dəyişir və bu dəyişiklik təkcə təşvişdə yox, həyatının bütün sahələrində özünü göstərir.